Seyla xanım, görməniz 100%-dir bu saat, yaxşı görürsünüz. Amma şəkər 15 ili keçir və 15 illik şəkəriniz yaxşı getmir. Oynaqdır, yəni sabit deyil. Çox hərəkət eləməlisiniz, şəkər kontrolunu sağlamaq lazımdır. Diyetdirsə diyet dərmanlarınızı düz içməlisiniz, endokrinoloqla kontrolda olmalısınız. Əsas məsələ hər iki gözünüzdə torlu qışada, qılcal damarlarda artıq tutulma var və sağ gözdə yeni damarlar başlayıb inkişaf eləməyə. Bu gələcəkdə torlu qışanızın həm qanamasını, həm qoxmasını gətirib çıxara bilər. Ona görə sağ gözə arqon lazer eləmək lazımdır. Əslində hər iki gözə lazımdır. İdealda mən sizə angioqrafiya çəkməliyəm. Angioqrafiya torlu qışanın kənarındakı bütün damarların vəziyyətini göstərəcək və sol gözə də arqon lazerin nə qədər lazım olduğunu göstərəcək. Mən vizual olaraq görürəm ki, lazımdır, amma biri də var, isbat olsun da, yəni. Bunun isbatı angioqrafiyadır. Angioqrafiya çəkilib hər iki gözünüzə arqon lazer etmək lazımdır.